Enneaqram tipləri haqqında məlumat verəcəyimiz YouTube videomuzun 4-cü bölümünə xoş gəlmisiniz. Bugün sizlərə Enneaqramın 3-cü tipinin xarakterik göstəricilərindən danışacağam. Tip 3-lər uğur qazanmağı, həyatda irəli getməyi, seçilməyi və özlərini sübut etməyi sevən xarakterdirlər. Onlar daha çox enerjili, aktiv və məqsədyönümlü görünürlər. Və harda olduqlarından asılı olmayaraq tip 3-lər hər zaman diqqət çəkməyi bacarırlar və bacarıqlı bir təəssürat bağışlayırlar. Onların əsas daxili motivasiyası budur ki, uğur qazanıramsa, deməli dəyərliyəm. Tip 3-lərin ən güclü xüsusiyyətlərindən biri isə məqsədə fokuslanma bacarığıdır. Onlar qarşılarına bir məqsəd qoyurlar və bu məqsəd uğrunda ciddi şəkildə hərəkətə keçirlər. Yəni onlar vaxt itirməyi sevmirlər, nəticə əldə etmək istəyirlər və boş oturmaq onlar üçün deyil. Buna görə də onlar iş həyatında, rəhbərlikdə, satışda, biznesdə, yəni ümumiyyətlə performans tələb edən iş sahələrində çox uğurlu ola bilirlər. Bu tip insanlar özlərini təqdim etməyi yaxşı bacarırlar. Özlərini güclü, peşəkar və özünə inanmış şəkildə göstərə bilirlər. Mühitə tez uyğunlaşırlar və müsbət enerjilərini ətrafa da yaya bilirlər. Ətrafdan gələn təqdir, bəyənilmə və uğurlu görünmək onların motivasiyasını daha da artırır. Bəzən onlar uğura, performansa o qədər fokuslanırlar ki, onlar üçün artıq özlərinin daxili hissləri geri planda qalır. Bu isə məsələn onlarda mən nə hiss edirəm düşüncəsi yerinə başqaları mənimlə bağlı nə fikirləşir, məni necə görürlər, düşüncələrin formalaşmağına səbəb olur. Bu isə zamanla insanın öz həqiqi kimliyindən uzaqlaşmasına gətirib çıxara bilir. Çox vaxt zəif görünməyi, uğursuz olmağı və tənqid olunmağı sevmirlər. Çünki bu zaman özlərini dəyərsiz hiss edirlər. Çox hallarda onlar öz dəyərlərini gördükləri işin nəticələrinə görə ölçürlər. Yəni uğurlu olduqları halda özlərinin güclü hiss etdikləri qədər, istədikləri nəticəni əldə etmədiklərində də bir o qədər daxili sarsıntı keçirə bilirlər. Əslində çöldən, yəni bu heç bir şey yoxmuş kimi görünsə də, daxilən bir əziyyət, bir təzyiq və daxili məyusluq keçirə bilərlər. Bu tipin başqa maraqlı tərəflərindən biri isə odur ki, onlar hərəkətli olmağı çox sevirlər. Onlar üçün dayanmaq, hiss etmək bəzən çətin ola bilir. Çünki nailiyyət əldə etmək, uğur əldə etmək və məhsuldar olmaq onlar üçün çox önəmlidir və əsas güc mənbələrindən biridir. Əziz üçlər, sizə bir məsləhətimiz var. Özünüzü daim nailiyyətlərinizə görə yox, bir fərd olaraq da qəbul edin. Bu zaman həm dürüst, daha balanslı, uğurlu və ilham verici görünəcəksiniz. Qısaca desək, Enneaqramın 3-cü tipi çalışqan, məqsədyönlü, diqqət çəkən və nəticə almağı sevən xarakter tipidir. Onların əsas gücü hərəkətə keçmək, uğur qazanmaq və təsir yaratmaqdır. İnkişaf etdirməli olduqları tərəfləri isə hissləri ilə əlaqə yaratmaq və dəyərlərini sadəcə uğurla ölçməməkdir. Növbəti videolarımızdan xəbərdar olmaq üçün Solaris Psixologiya Mərkəzinin Instagram və YouTube kanallarını izləməyi unutmayın. Növbəti videolarda görüşənədək. Hələlik.